Sual 52. 200 qram 20%li natrium OH məhlulu hazırlamaq üçün neçə qram natrium 2O götürmək lazımdır? Dəyərlər, birinci atacağımız addım nədir? Baxın, birinci atacağımız addım. Gəlin görək, 200 qram 20%li məhlulda nə qədər natrium OH var? Mənim üçün məhlul 200 qram, bu məhluldur. Bunun əgər 5% deyirsə, 5% yox, daha doğrusu 20%. Əgər bunun 20% deyirsə, həll olan maddədir, 20%li məhluldur. Yəni, nə deməkdir bu? Yəni, o deməkdir ki, burada həll olan maddənin kütləsi 40 qramdır. 200-ün 20%-i 40 qram edir. Qısası 40 qram natrium OH olmalıdır məhlulun içərisində. İndi bu 40 qram natrium OH-ı almaq üçün mən nə qədər natrium 2O-nu su ilə reaksiya aparmalıyam? Bu da olsun bizim üçün ikinci addım. Reaksiyanı yazırıq. Natrium 2O, üzərinə gəlirəm H2O, buradan alınacaq natrium OH. Bunu bir əmsallaşdırırıq və reaksiyadan görürük ki, 62 qram natrium 2O reaksiya girdikdə natrium 2O-nun emeri 62-dir. Alınır, 40 vurulsun 2, yəni 80 qram natrium OH alınır. Dəyərlər, mənə almaq 40 qram lazımdır. 40 qramlıq natrium 2O, natrium OH almaq üçün nə qədər natrium 2O lazımdır? X qram. X da buradan bərabər eləyəcək, nə eləyəcək? 31. Yəni, düzgün cavabımız olacaq B variantı. Sual 53. Tibdə istifadə edilən yod, kristallik yodun spirtdə 5%li məhluldur. 200 qram belə məhlul hazırlamaq üçün sıxlığı 0,8 qram bölsün millilitr olan neçə millilitr spirt lazımdır. Deməli, 200 qramlıq bir məhluldur və bunun 5%-i yoddur, yəni həll olan maddədir. Onu belə çıxır ki, yerdə qalan hissəsi, yəni 95%-i də nə imiş? Spirt imiş. Deməli, 200 qramın 95%-ni hesablayırıq. 95%-i eləyir 200 qramın 190 qram. Qısası 190 qram spirt varımızdır. Şükürlər, spirtin kütləsini tapdıq. M spirt bərabərdir 190 qram. Və həmin spirtin sıxlığını da verib bizə. Rho spirt bərabərdir 0,8 qram bölünsün millilitr. Məndən nə istəyir? Həcmi istəyir. V spirt bərabərdir, sual işarəsi. Dəyərlər düstur var idi. Rho bərabərdir, M bölünsün V. Buradan da V bərabərdir, M bölünsün Rho. Qiymətlərini yerinə qoyaq. M oldu 190, sonra Rho oldu 0,8, 190 da 0,8 böləcək, eləcək 237,5. Yəni, düzgün cavabımız olacaq C variantı. Sual 54. Deyir ki, 40%-li məhlulda suyun 1 moluna neçə mol natrium OH düşür? Gəlin belə təsəvvür edək dostlar. Bizim əlimizdə 100 qram məhlul var. Belə təsəvvür edək. Bunun 40%-i 40%li məhlul deyir bizə. 40%-i olacaq natrium OH. Yerdə qalanı, yəni 60%-də nə olacaq? Olacaq su. Dəyərlər, 100-ün 40%-i ilə 40 qram deməkdir. 40 qram. 100-ün 60%-i ilə 60 qram deməkdir. 40 qramlıq bir natrium OH-ın mol miqdarını tapaq. Axı bizə deyir, suyun 1 moluna neçə mol natrium OH düşər? Deməli, 40 qram natrium OH ilə 1 mol deməkdir. Baxın, natrium OH-ın emeri 40-da deyə. Qısası bizim 1 mol natrium OH varımızdır. Bəs suyun mol miqdarı necədir? Suyun mol miqdarını tapmaq üçün də biz suyun kütləsini onun emerinə böləcəyik. 60-ı böləcəyik 18-ə. 60-ı bölürük 18-ə. Baxın, bu da suyun mol miqdarıdır. İndi bizə nə deyir? Deyir ki, bəs suyun 1 moluna neçə mol natrium OH düşür? Baxın, biz buradan nə görürük? Biz buradan görürük ki, hər dəfə deməli 1 mol natrium OH-a 60 bölünsün 18 mol su düşüb. Biz buradan bunu gördük. Baxın, 1 mol natrium OH-a bu qədər su düşübdür. İndi bəs 1 mol suya nə qədər natrium OH düşüb? Buna da bir X deyək. X da buradan bərabər olacaq dəyərlər 0,3. Yəni, Y variantı. Sual 55. 80 qram kükürt trioksid suda həll etməklə 200 qram sulfat turşusu məhlulu alınıb. Bu məhlulda sulfat turşusunun kütlə payını hesablayın. Dəyərlər, deməli, gəlin belə edək. SO3 üzərinə gəlirəm H2O.
alınır H2SO4. Belə bir reaksiyamız var. Və mən bu reaksiyada nə görürəm? Görürəm ki, bunun emeri 80-dir, sulfat turşusunda emeri 90 qram, 98 qramdır. Yəni elə zaten bizə burada 80 qram vermişdi kükürt tiroksidi. Deməli belə çıxır ki, biz 98 qram sulfat turşusu almışıq. İndi baxaq məhlulun kütləsinə. Bəs məhlulun kütləsi necə olacaq dəyərlər? Bizə dedi ki, 200 qram sulfat turşusu məhlulu alınıb. Baxın, hazır məhlulumuz 200-dür. Bu bizə məhlulun kütləsini verir. Dostlar, həll olan maddəmizin kütləsi var, elhamdülillah. Məhlulumuzun da kütləsi var. Nə etməliyik biz? Bizə deyir ki, kütlə payını tapın. Omega da bərabərdir. Həll olan maddənin kütləsini, yəni 98-i bölürəm məhlulun ümumi kütləsinə, yəni 200-ə. Sonra da bunu vururam şiddətli şəkildə 100-ə. Bu da neçə eləyəcək? Bununla bu sayırsın 2 dəfə. 98-də 2-yə böləndə eləyəcək 49%. Yəni D variantı. Sual 56. 56-cı sualda bizə nə deyir? Deyir ki, 800 qram 20% natrium hidroksid məhlulunu tam neytrallaşdırmaq üçün neçə qram sulfat turşusu lazımdır? İlk öncə birinci atacağımız addım nədir? Gəlin görək, 800 qram 20% natrium hidroksid məhlulunun içərisində nə qədər natrium hidroksid var? Əgər məhlulumuzun kütləsi ümumi 800 qramdırsa və bizə bunun 20%-nin natrium hidroksid olduğu deyilirsə, biz nə edəcəyik? 800-ün 20%-ni tapacaq. 800-ün 20%-də neçə eləyəcək? Deməli, 10% olsaydı olacaqdı 80, 160. Qısası, mənim əlimdə 160 qram natrium hidroksid var. Sonra mənə nə deyir? Gəlin bu reaksiyanı ikinci addım olaraq gəlin reaksiya aparacağıq və neçə qram sulfat turşusu tələb olunur, onu tapacağıq. Reaksiyada belədir. Natrium OH üzərinə gəlirəm H2SO4. Buradan alınacaq natrium 2SO4 üzərinə gəlirəm H2O. Bunu bir abra salaq, yəni əmsallaşdıraq. Burada 2 atacam, burada 2 atacam. Məsələmiz bitdi. Əmsallaşdırıldı. Dəyərlər, mən reaksiyada nə görürəm? Görürəm ki, hər dəfə 80 qram natrium OH-la, niyə 80 qram dedim buna? Natrium OH-ın emeri 40-dır. Baxın, burada da yazılıb 40-dır. Öndə də 2 var deyə 80 qram. 80 qramdan 98 qram sulfat turşusu reaksiya edir. Sulfat turşusunun emeri 98-dir deyə. Burada da 1 mol sulfat turşusu var deyə. Yaxşı, bəs 160 qram natrium OH-la nə qədər sulfat turşusu reaksiya girer? Buna bir X deyək. X da buradan bərabər olacaq. 98-i 2-yə vuracaq. Bu deyəcək 196, yəni B variantı. 196. Sual 57. 57-ci sualda bizə deyir ki, 100 qram 17%-li argentum NO3 və 100 qram 30%-li natrium xlor məhlulu qarşıladıqdan sonra məhlulda hansı maddələr qalır? Öncəliklə reaksiyanı yazaq. Argentum NO3 üzərinə gəlirəm natrium xlor. Buradan alınacaq natrium NO3 üzərinə gəlirəm argentum xlor. Deyərlər, argentum xlorid çöküntüdür. Çöküntü də məhlulda qala bilməz. Çöküntü məhlulun dibinə çökəcək. Məhlulda qalar ifadəsi o deməkdir ki, bu məhlulun tərkib hissəsi olacaq, yəni həll olacaq. Ona görə də C və Y variantları getdi. Baxın, argentum xlorid burada variantları verilib deyə bunlar məhlulda qala bilməzlər. Ona görə həmin variantları elə ilk baxışdan elədi getdi. Bizə nə deyir? Deyir ki, 100 qram 17%-li. 100 qram 17% nə deməkdir? Burada yəni 17 qram argentum NO3 var deməkdir. Sonra 100 qramda 30%-li natrium xlorid var. Biz bir dənə hələ ki natrium xloridin kütləsini saxlayaq. Argentum NO3-in emeri 170-dir. Natrium xloridin emeri də 58.5-dir. Və mən reaksiyadan görürəm ki, hər 170 qram argentum NO3-lə 58.5 qram natrium xlorid reaksiya edir. Onda 17 qramla nə qədər natrium xlorid reaksiya edir? X qram. X də buradan bərabər olacaq. 5,85 qram natrium xlor reaksiyaya girər. Reaksiyaya girər. Amma bizə nə qədər natrium xlorid verir? Baxın, 100 qram 30%-li nə deməkdir? Yəni 30 qram natrium xlorid deməkdir. Qısası, mənim əlimdə 30 qramlıq bir natrium xlorid var. Onun cəmisi 5,85 qramı reaksiya girir. Onda belə çıxır ki, 30 minus 5,85 bu da eləyəcək təqribən də 24 tam nə bilim neçədə. Qısası artıq qalacaq. 24,15 nədir? Belə bir şey eləyəcək. Yazaq 24,15. Dəyərli dostlar, ola bilər xəta eləyim, riyazi xəta eləyim. Üzrü sayırsın ona görə. Nəsə, qısası
Gördüyünüz kimi reaksiya tam gedəndən sonra argentinoz tamamilə sərf olundu, yoxa çıxdı. Amma natrium xlordan gördüyünüz kimi artıq qaldı. Yəni qabın içində biz natrium xlor görə biləcəyik 100%. Alınan maddələrdən də argentino xlor çöküntü deyə məhlulda qalmadı. Əmələ gəldi natriumenoz. Natriumenoz suda həll olan maddə olduğuna görə bu da məhlulda qalır. Məhlulun içərisində həll oldu, yayıldı, qaldı burada. Ona görə də qısası bizim məhlulumuzda yekunda natrium xlor və natrium NO3 qalmışdır. Düzgün cavabımız D variantı olacaq. Sual 58. Natrium hidroksidin mol sayının suyun mol sayından 2 dəfə az olan məhlulu hazırlamaq üçün 72 qram suya neçə qram natrium hidroksid əlavə etmək lazımdır? İlk öncə biz nə etməliyik? Deməli, 72 qram suyu mola çevirməliyik. Biz bilirik ki, suda 1 mol 18 qramdır. 72 qram bəs, 72 qram neçədir? X moldur. X da buradan bərabər olacaq. Deməli, 4 dəfə artıbdır. Yəqin ki, bəli, 4 mol. Aha, qısası bizim 4 mol su varımızdır burada. Mənə nə deyib şərtdə? Deyir ki, natrium hidroksidin mol sayının suyun mol sayının 2 dəfə az olduğu məhlul. Deməli, belə çıxır ki, natrium OH-dan da bundan 2 dəfə az, yəni 2 mol tələb olunur. Bizə deyir ki, bax, natrium hidroksidin mol miqdarını istəməyib. Bizə neçə qram natrium hidroksid tələb olunduğunu deyib. Gəlin bu molu da qrama çevirək. Dəyərli dostlar, əgər 1 mol natrium hidroksid olsaydı, bu 40 qram deməkdir. Amma mənə 2 mol veribdir. 2 moldursa neçə qramdır? Buna bir Y deyək. Y də buradan bərabər olacaq 80 qram. Yəni düzgün cavabımız olacaq C variantı. Sual 59. Sulfat turşusu molekullarının su molekullarının sayından 2 dəfə çox olan məhlulu hazırlamaq üçün 29,4 qram sulfat turşusu üzərinə neçə qram su əlavə eləmək lazımdır? Öncəlindən gəlin sulfat turşusunun hekayəsinə baxaq. Nə verib bizə? 29,4 qram verib. Əgər dostlar 1 mol sulfat turşusu olsaydı, bu olacaqdı 98 qram. İndi mənə verib 29,4 qram sulfat turşusu. Bu neçə moldu? X moldu. X da buradan bərabər olacaq. 29,4'ü də 98'ə böləcəyik. Allah ekber, elə də qəşəng ədəd veriblər ki. Bu da eləyəcək 0,3. Qısası mənim əlimdə 0,3 mol nə var? Sulfat turşusu var. Bizə nə deyir? Deyir ki, sulfat turşusu molekullarının sayı su molekullarının sayının 2 dəfə çox olan. Onda belə çıxır ki, su molekulları, daha doğrusu suyun mol miqdarı bundan 2 dəfə azdır. Yəni 0,15 mol su var. Bizə deyir ki, baxın suyun molunu istəməyib. Neçə qram su əlavə edilməlidir? Gəlin bu gördüyünüz molu qrama çevirək. Əgər 1 mol su verilsəydi bu 18 qram olardı. 0,15 mol su verilibdir. Bu neçə qramdır? Y qramdır. Allah da bu Dövlət İmtahan Mərkəzinin köməyi olsun. Elə qəşəng ədədlər verir ki, qoy mən burada hesablamada sudurğa keçirim. Deməli bu da nə olacaq? 59'da olacaq. Olacaq 2,7. Yəni olacaq A variantı. Dəyərli dostlar, sual 60. Bizə deməli nə verilmiş? Bir baryum xlorid vurulsun 2H2O adlı maddə verilmiş və bir də su verilmiş. Bunların ikisini bir-birinə qarışdırınca da nə əmələ gəlmiş? Əmələ gəlmiş məhlul. Birinci maddədən, yəni bu gördüyünüz kristal hidratdan bizə verib 24,4 qram. Sudan da verib 55,6 qram. Bunların ikisini də bir-birinə toplayınca 80 qram eləyəcək. Bizim məhlulumuz oldu 80 qram. Elhamdülillah bunu tapdıq. İndi bizə nə deyir? Deyir ki, baryum xloridin kütlə payını tapın. Bu kristal hidratdakı baryum xlorid görək nə qədərdir. Bir dənə diqqət eləyək. Baxın, baryum xloridin kristal hidratının MR 244'dür. Yəni bu maddənin 244 qramında nə varmış? 208 qram baryum xlorid var. 208 qram var. Bəs görəsən 24,4 qramında nə qədər var baryum xlorid? Buna bir X deyək, X qram var. X da buradan bərabər olacaq
20,8 qram barium xlorid. Elhamdülillah bunu da tapdıq. Həll olan maddəni də tapdıq, məhlulu da tapdıq. Bizə indir kütlə payını hesablayın. Omega bərabərdir həll olan maddənin kütləsi, yəni 20,8 bölünsün məhlulun kütləsi, yəni 80. Bunu da bir vuracağıq biz 100-ə. Bu da bərabər olacaq. Bununla bu geçsin ixtisar. Yuxarıda olacaq 208, aşağıda da nə olacaq? Aşağıda da olacaq 8. 208 ilə biz 8-ə bölüncə eləyəcək 26. Yəni düzgün cavabımız olacaq D variantı. Sual 61. Bizə bir kristal verilmiş. Kristalımız nədir? Natrium 2CO3 vurulsun 10 molekul su. Belə bir kristal hidrat verilmiş. Özü nə qədər kristal hidratdır? 14,3 qram. Yəni bunun ümumi kütləsi 14,3 qramdır. Gəlin birinci belə bir hesablama aparaq. Görək burada nə qədər natrium karbonat var. Baxın, bu kristal hidratın kütləsi 286 olanda burada 106 qram natrium karbonat var idi. Yəni 286 qramlıq əgər kristal hidrat götürsəydik, yəni natrium 2CO3 vursun 10 molekul su. 286 qram götürsəydik, onun içərisində natrium 2CO3-dən, yəni natrium karbonatdan 106 qram olardı. İndi hal-hazırda mən 14,3 qram kristal hidrat götürmüşəm. Nə qədər natrium karbonat var? Allah bilir. X. X da buradan bərabər olacaq. Deməli, 20 də fazla olacaq. Yəni 5,3. Qısası, bu bizim həll olan maddədir. M həll olan bərabər oldu 5,3. İndi nə edibdir? Bu maddəni, yəni bu kristal hidrat hansı ki 14,3 qram idi, onu bir də suda həll edib. Bunun üstünə gəlibdir su. Suyun kütləsində nə qədər veribdir? Suyun kütləsində veribdir 85,7 qram. Dostlar, bunların ikisi bir yerdə əmələ gətirib məhlulu, hansı ki o məhlulun kütləsi 14,3-dən də 85,7-ni şiddətli şəkildə toplayanda eləyəcək 100. Biz omeqanı tapmalıyıq. Omega bərabərdir həll olan maddənin kütləsi, yəni 5,3. Bölünsün məhlulun ümumi kütləsi, yəni 100. Sonra bir də bunu vururuq 100-ə faizi çıxarmaq üçün. 100-lər ixtisar gedir, olur 5,3. Düzgün cavabımız olacaq B variantı. Sual 62. Deməli, 62-ci sualda bizə nə deyir? Deyir ki, 800 qram 30%li məhluldan su buxarlandırıldıqda onun kütləsi 600 qram olmuşdur. Alınan məhlulda həll olan maddənin kütlə payını hesablayın. Bunun üçün biz müxtəlif metodlardan istifadə edə bilərik. Düsturdan da istifadə edə bilərik, tənasübdən də istifadə edə bilərik. Mən sizə deməli düsturu birinci göstərim. M1 omega 1 bərabərdir. M1 minus M su vurulsun omega son. Bizim istifadə edəcəyimiz düstur budur. İstəsəz bundan istifadə edə bilərsiniz. Yox. İstəsəz tənasübdən istifadə edə bilərsiniz. Tənasüb də bu şəkildə olacaq. Deməli, nə edəcəyik biz? Dəyərli dostlar, 800 qram 30%li məhlulumuz var. 800 qram 30%li nə deməkdir? Biz 800-ün 30%ni tapırıq. 800 qram bizim məhluldur. 30% də həll olan maddədir. 800-ün də 30% eləyəcək, neçə eləyəcək? 240 eləyəcək. Deməli, 240 qram həll olan maddə varımızdır. Bilmir də hansısa bir duzdur. Neysə. Yerdə qalanda sudur. Sonra mənə dünəndən dəxli yoxdur. İndi mənə deyir ki, suyu buxarlandırıblar, məhlulun kütləsi olub 600. Məhlulun kütləsini düşürtdük 600-ə. Həll olan maddənin kütləsi dəyişməyib, qaldı yerində. Məhlulumuz oldu 600. Omega bərabərdir. Həll olan maddə, yəni 240. Bölünsün məhlul, yəni 600, vurulsun 100-ə. Bunlar gələcək ixtisaraq aşağı qalacaq 6. 246-ya böləndə neyəcək, eləyəcək 40. Yəni düzgün cavabımız olacaq B variantı. Sual 63. 300 qram 2%li natrium xlorid məhlulunu 150 qram qalana qədər buxarlandırdıqdan sonra alınan məhlulda həll olan maddənin kütlə payını hesablayın. Dəyərli dostlar, deməli, əlimizdə nə var? 300 qram 2%li məhlul var. Məhlulumuzun kütləsi 300 qramdır, 2%lidir. Bunun 2%i həll olan maddədir. Dəyərlər 300-ün də 2%i eləyir, neçə eləyir? 6 eləyir. Qısası 6 qramlıq həll olan maddə var. Bizə nə deyir? Deyir ki, bu məhlulun başına oynatıblar, elə buxarlandırıblar ki, məhlul olub cəmi 150 qram. Məhlulumuz 150 qramdır. Təbii ki, burada olan suyu buxarlandırıblar. Yəni, həll olan maddəyə toxunmayıblar.
Baxın, həll olanımız 6 qram, məhlulumuz 150 qram. Onda omega bərabərdir. Həll olan maddə, yəni 6 qram bölünsün məhlul, yəni 150. Bir də vurulsun 100-ə. Bu da bərabərdir. Bundan bu ixtisariyyici 60-da 15-ə bölüncə eləyəcək 4, yəni D variantı. Sual 64. Deməli, 64-cü sualda bizə nə söyləyir bu mübarək sual? Deyir ki, 227 qram 10% xlor turşusu məhluluna əlavə olaraq 44,8 litr hidrogen xloru da həll olarsa, alam əldə xlor turşusunun kütlə payını hesablayın. Gəlin birinci belə eləyək. 227 qram məhlul varımız idi. Biz nə elədik? Özdə 10%li idi. 10%li nə deməkdir? Yəni bunun 10%i xlor turşusudur. 227-nin də daha doğrusu 10% eləyəcək. Nə qədər eləyəcək? Haşılır. Nə qədər eləyəcək? 22,7 qram eləyəcək. Tamam mı? İndi bizə nə deyir? Deyir ki, bura 44,8 litr hidrogen xloru da əlavə olundu. Dəyərli dostlar, gəlin görək bu 44,8 litr hidrogen xloru neçə qram deməkdir. Əgər 22,4 litr hidrogen xloru desəydi, bu 36,5 eləyərdi. Baxın, aşağıda onu Emerin veribdi. Yox, 44,8 litrdirsə, bu eləyəcək bir x. X da buradan bərabər olacaq. Deməli, 36, 70, 73. 73 qram eləyəcək. Qısası, biz bu məhlulumuza 73 qram xloru turşusu əlavə eləmişik. Məhlulumuzun ümumi kütləsi olub 300. Amma biz həll olan maddənin kütləsini də artırmışıq. Çünki həll olan maddə idi xlor turşusu. Həmin o 73-ü həll olan maddənin də üstünə gələcək 73 qramı. Qısası yuxarıda nə olacaq? Yuxarıda olacaq, deməli, 95,7 qram. Həll olan maddəm 95,7 qram. Məhlulumuzun kütləsi 300 qram. Onda omega bərabər olacaq. 95,7 bölünsün. Yəni həll olan maddə. Məhlulun kütləsi, yəni 300, vurulsun 100. Buna bu ixtisariyyici aşağıda 3 qalacaq. 95,7-də 3-ə böləndə eləyəcək 31,9, yəni A variantı. Sual 65. Bizə verib 200 qram 20% kalium OH məhluluna 50 qram kalium OH əlavə edildikdə alınan məhlul həll olunmadan kütlə payını hesablayın. Deyərlər, əlimdə nə var? 200 qram 20%li məhlul var. Baxın, bu məhluldur. 20% nə deməkdir? Bunun 20%i kalium OH-dır. Deyərlər, 200-ün də 20% eləyir 40 qram. Qısası, mənim əlimdə 40 qram kalium OH olan 200 qramlıq bir məhlul verilibdir. İndi mənə deyir ki, bunun üzərinə 50 qram da kalium OH gəlir. Biz məhlulun üzərinə kalium OH əlavə etdiyimizə görə məhlulun burada kütləsi artacaq. Məhlulun kütləsi olacaq 250 qram. Eyni zamanda həll olan maddənin kütləsi 50 qram artmış olacaq. Niyə? Çünki kalium OH həll olan maddə daxil. Əvvəl 40 qram idi, sən 50 qram da həll olan maddə əlavə elədin. Qısası oldu 90 qramlıq bir həll olan maddə, yəni kalium OH. Həll olan maddəmizin kütləsi 90 qram, məhlulumuzun kütləsi 250 qram. O zaman omega bərabər olacaq. Həll olan maddə, yəni 90, bölünsün məhlul, yəni 250, vurulsun 100. Buna bu ixtisar geçsin. 25-nin də 100 ixtisar geçsin. 4 dəfə 4 də 9-a vuranda eləyəcək 36%, yəni Y variantı. Sual 66. Sıxlığı 0,8 qram bölünsün millilitr olan 10 millilitr etil spirtini 92 millilitr suda həll etdilər. Alınan məhlulda etil spirtinin kütlə payını hesablayın. Gəlin görək, baxın, sıxlıqdan və həcmdən istifadə edək, spirtin kütləsini tapaq. Rho bərabərdir, M bölünsün V. M də bərabərdir, Rho vurulsun V. Bu da bərabərdir. Rho-nu verib 0,8 qram bölünsün millilitr. Sonra V-ni də verib 10 millilitr. Bu da eləyəcək 8. Qısası 8 qramlıq spirt varımızdır. Deməli, həll olan maddə, yəni spirt oldu 8 qram. Sonra, həlledicidə 92-dir. Yəni, su da olubdur 92 millilitr. Bu da elə qram deməkdir. 92 qram. İndi mənə deyir ki, məhlulda spirtin kütlə payını tapın. Omega spirt bərabər olacaq. Spirtin kütləsi, yəni həll olmadan kütləsi bölünsün. Məhlulun ümumi kütləsi. Məhlulun ümumi kütləsi də eləyəcək 8 plus 92, 100 qram eləyəcək məhlulumuzun kütləsi. Sonra bir də bunu vuracaq 100-ə, 100-lər ixtisar gedincə də olacaq 8%li məhlul. Yəni düzgün cavabımız C variantı.
Sual 67. Mənə deyir ki, 800 qram 10% məhlul hazırlamaq üçün neçə qram 40% məhlul və su lazımdır? Deməli, mənim əlimdə olan materiallar nələrdir? 40% məhluldur və bir də sudur. Su da 0% məhluldur. Baxın, biz suya 0% məhlul üçün baxacaq. Deyir ki, bunları elə qarışdır ki, 10% məhlul alınsın. Deməli, mən nə edəcəm? Çarpı istiqamətdə böyükdən kiçiyi çıxacam. Onun üçün də nə edəcəm? 40-dan 10'u çıxıram, qaldı 30. 10'dan 0'ı çıxıram, qaldı 10. Bunlar da ixtisar gedəcək 3'ün 1'ə nisbətən. Yəni mən, baxın, 1x hissə 40% məhluldan, 3x hissə də sudan götürməliyəm ki, 800 qramlıq bir məhlul alım. Yəni, 1x üstünə gəlirəm 3x bərabərdir 800. Yəni 4x bərabərdir 800, qısası x bərabərdir 200 olacaq. Yəni mən belə çıxır ki, bu gördüyünüzdən x qədər götürməliydim axı. Yəni 200 qram götürməliyəm. Sudansa 3x qədər, yəni 3'ü vururam 200'ə eləyir 600 qram götürməliyəm. Qısası düzgün cavabımız 40%-dən, yəni A variantında göstərdik mi? 40%-dən 200, sudansa 600 qram götürməliyəm. Sual 68. Duzun həll olma əmsalı 3000 qram bölünsün litrə bərabər olarsa, doymuş məhlulda həmin duzun kütlə payını hesablayın. Deməli, bu sözün mənasını bilmək lazımdır. Həll olma əmsalı 3000. Bu nə deməkdir? Yəni, KH bərabərdirsə 3000. Bu o deməkdir ki, dəyərlər, hər 1000 qram suda həll olubdur 3000 qram duz həll olubdur. Onda belə çıxır ki, məhlulumuzun kütləsi olubdur 4000 qram. 4000 qram olubdur məhlul. İndi mənə nə deyir? Duzun kütlə payını hesablayın. Omega bərabərdir. Həll olan maddənin kütləsi, yəni 3000, bölünsün məhlulun kütləsi, yəni 4000, vurulsun 100'ə. Bu da bərabər olacaq 75%, yəni Y variantı. Sual 69. Doymuş məhlulda kütlə payı 75% olan duzun həll olma əmsalını hesablayın. Dəyərlər. Gəlin belə təsəvvür edin. Mənim 100 qramlıq bir məhlul varımdır. 100 qramlıq bir məhlul var. Bizə deyir ki, 75% həll olma əmsalı. Daha doğrusu kütlə payı. Onda belə çıxır ki, 75% deyirsə, bunun 75 qramı duzdur. Onda neçə qramı su olur? 100'ün 75 qramı duzsa yerdə qalan, yəni 25 qramı da olur su. Deyir ki, həll olma əmsalını tapıl. KH da bərabərdir. Həll olan maddə, yəni 75 qram, bölünsün həll edici, yəni su, yəni 25 qram, vurulsun 1000 olacaq. Bu da bərabər olacaq. Bununla bu ixtisar edəcək 3 dəfə, 3'ü də vururam 1000'ə eləyəcək 3000. Yəni düzgün cavab A variantı. Sual 70. Doymuş məhlulda kütlə payı 60% olan duzun həll olma əmsalını hesablayın. Belə təsəvvür eləyək, bizim 100 qram məhlullarımızdır. Əgər bizə deyirsə 60%'dir, bunun duzun kütlə payı 60%'dir. 100'ün 60%, yəni 60 qramı eləyəcək duz. Onda yerdə qalan hissəsi də 100'dən 60 çıxıram eləyir. 40 qram da eləyəcək su. İndi KH-ı tapmaq üçün nə edəcəyik biz? Həll olan maddənin kütləsi, yəni 60 bölünsün. Həll edici, yəni 40, vurulsun 1000 olacaq. Bu da bərabər olacaq. Bunun bu ixtisar gedəcək aşağıda 2, yuxarıda 3 olacaq. 3000 də 2 yerə böləcək, eləyəcək 1500. Yəni düzgün cavabımız olacaq Y variantı. Sual 71. 100 qram 64%li sulfat turşusu məhlulu üzərinə 200 qram 20%li sulfat turşusu məhlulu əlavə edilmişdir. Alınan məhlulda neçə su molekulu olar? Dəyərlər, 100 qram 64%li sulfat turşusu məhlulu. Gəlin birinci ona baxaq. 100 qram 64%li deyirsə bizə, bu nə anlama gəlir? Yəni bunun 64% sulfat turşusudur. Onda belə çıxır ki, yerdə qalan hissəsi, yəni 36% də bunun nədir? Sudur. 100'ün elə 36%, 36 qram su deməkdir. Qısası, birinci məhlulumuzda biz 36 qram su tapdıq. İkinci məhlula baxaq. İkinci məhlul bizə deyir ki, 200 qram 28%li sulfat turşusu. Yəni bu nə deməkdir? Bunun 28% sulfat turşusu da yerdə qalan hissəsi bəs nədir? Yerdə qalan hissəsi də təbii ki, olacaq su. Yəni 72%. Bunun 72% də nəymiş? Su imiş. İndi dostlar, 200'ün gəlin 78%'ni tapar, 72%'ni daha doğrusu tapar. Bu da eləyir 144 qram. Qısası 144 qram da su burada var.
İkisinin bir yerdə cəmi neçə qram suyu var? 144-ün üstündə 36 gələm eləyir 180 qram su. Hə, indi baxaq. Bizə deyir ki, alınan məhlulda neçə su molekulu var? Əgər 1 mol, yəni 18 qram su götürsəydik, burada 6,2 vurulsun 10^23 qədər molekul olardı. Amma indi mən 180 qram su götürmüşəm. Burada nə qədər molekul var? Allah bilir, buna bir x deyək. X ilə bərabər də Allahın iznən biz də bilirik ki, bu eləyir 6,2 vurulsun 10^24. Yəni C variantı. Sual 72. Deməli, bizə 2 məhlul verib. Birincisi 200 qram 64 faizli məhluldur, sulfat turşusu məhluludur. İkincisi də 200 qram 91 faizli sulfat turşusu məhluludur. Nə olacaq dəyərli dostlar? Birinci məhlula baxaq. Əgər birinci məhlulumuz 200 qram 64 faizli deyirsə, yəni bunun 64 faizi sulfat turşusu yerdə qalan, yəni 36 faizi də sudur. Onda belə çıxır ki, 200-ün də 36 faizi eləyir 72 qram. Birincidə 72 qram su var. İkinci məhlulumuza baxaq. Yenə də 200 qram verib, bu dəfə 91 faizli verib. Əgər 200-ün 91 faizi sulfat turşusuda, yerdə qalan 9 faizi də nədir? Sudur. Bu 9 faizi, 200-ün də 9 faizi eləyir 18 qram. Tamam. Deməli, belə çıxır ki, birinci məhlulumuzda 72 qram, ikinci məhlulumuzda 18 qram su var. Bunların ikisini toplayınca da eləyir 90 qram su. Gələk indi, əgər 1 mol, yəni 18 qram su olsaydı, o zaman onun molekul sayı eləyərdi 6,2 vurulsun 10^23 ədəd. Amma indi 90 qram sudur. Bunun molekul sayı nə qədərdir? X qədər. X də bərabərdir. Buna bu x sayıcı 5 dəfə, 5-i də vuranda 6,2-yə. Bu da eləcək 3,1 vurulsun 10^24. Yəni A variantında olduğu kimi.